Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Köprü Nəşriyyatının Riyaziyyat kitabının 2-ci hissəsindəki test və tapşırıqlar sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 60-dayıq. Test 27. Mövzunun adı xətti diaqram, variant A-dakı suallar ilə başlayırıq. Deyir, 1-ci 5-ci suallar xətti diaqrama uyğun verilib. Və oxuyaq görək nə yazılıb burada. Xətti diaqramlarda iyun və iyul aylarında həftələr üzrə Qənimətlər Parkına gedənlərin sayı haqqında məlumat təsvir edilib. İndi birinci sualda soruşur, hansı ayda həftələr üzrə Qənimətlər Parkına gedənlərin sayı artır? Baxanda görürük ki, iyun ayında azalır. Yəni birinci diaqram iyundur, ikinci iyuldur. İyulda isə arta gedir. Ona görə iyul ayını seçirik C variantı. Hansı ayda həftələr üzrə Qənimətlər Parkına gedənlərin sayı azalırsa, bu dəfə təbii ki, iyun ayıdır, B variantı. Hansı ayda ikinci həftədə ziyarət edənlərin sayı daha çoxdur? İkinci həftə burada 900-dür, burada isə 420-dir iyul ayında. Ona görə iyun ayında daha çoxdur, B variantı. Üçüncü həftə Qənimətlər Parkına gedənlərin sayı təxminən 800 nəfər olmuşdur. Bu hansı aya aiddir? Baxırıq, iyun ayında 500-dür. Üçüncü həftə dedi də, düzdür. Burada isə 550-dən azdır. Yenə haradasa 500-dür. Bir də sualı oxuyaq, nə deyir? Üçüncü həftə Qənimətlər Parkına gedənlərin sayı təxminən 800 nəfər olmuşdur. Bu hansı aya aiddir? Heç birinə aid deyil. Çünki 500-dən 800 heç yaxın deyil. Ona görə burada variant nə yazılıb? Bütün cavablar səhvdir. Bəli, D variantı. İyun ayının birinci həftəsində ziyarət edənlərin sayı ilə iyul ayının 4-cü həftəsində olan ziyarətçilərin sayının müqayisəsi hansı bəndə doğru verilib? İyunun birinci həftəsi dedik, demədik. İndi deyək, 400-dür. İyulun 4-cü həftəsi 960-dır. 400 kiçikdir 960-dan müqayisədə olmalıdır. Yəni A variantı. Qrafiklər 3 oktyabr tarixində olan havanın temperaturu haqqında məlumat verilib. Günün ən isti vaxtı saat neçədə müşahidə olunmuşdur? Deməli, ən isti vaxt buradadır, o da 15:00-dır, A variantı. Saat 10:00 və 13:00 arasında havanın temperaturu nə qədər artmışdır? 10:00-da 9 dərəcədir, 13:00-da 15 dərəcədir. 15-dən 9 çıxırıq, 6 dərəcə artıbdır. Deməli, B variantı. Saat 15:00 və 17:00 arasında temperatur neçə dərəcə aşağı inmişdir? 15:00-da 21-dir, 17:00-da 12-dir, 21-dən 12 çıxanda 9 dərəcə eləyir. D variantı. Qrafikdəki məlumatlara əsaslanaraq 9 və 10-cu sualları cavablandırın. Qrafikdə bir həftə ərzində kinoya gələn izləyicilərin sayı verilib. Ən çox izləyici həftənin hansı günləri arasında olmuşdu? Burada görürük ki, ən çox şənbə günündədir. Ona görə şənbə günü olan variant burada cümə axşamı ilə şənbə günü arası. Yəni burada 60-dır. Digərində də 60-dır, 70-dir. Bunda daha çoxdur. Yəni cümə axşamı ilə şənbə günü arası. D variantı. Həftə sonu film izləməyə gələnlərin sayı cəmi neçə nəfər olmuşdur? Həftə sonu deyərkən şənbə və bazar günü nəzərdə tutulur. Şənbə 70-dir, bazar 55-dir. 70 ilə 55 toplayanda 125, A variantı. Keçirik 61-ə, variant B-yə. Birinci, üçüncü suallar xətti diaqram əsasında işləyin. Diaqramda minik maşınının saatlar üzrə neçə kilometr məsafə qət etdiyi göstərilmişdir. Minik maşını saat neçədə dayanaraq fasilə vermişdim. Görürük ki, burada hərəkət yoxdur. Deməli, 15:00-da dayanıbdır. B variantı. Minik maşını cəmi neçə kilometr məsafə qət etmişdir? Ən sonunda getdiyi yola baxırıq ki, 200 kilometr. C variantı. Minik maşın nə zaman 100 km/saat sürətlə hərəkətdə olmuşdu? Baxırıq ki, burada 100 kilometrdən gedib 200 kilometrə, yəni 1 saat ərzində 100 km/saat sürətlə hərəkət edib. O da 16:00-dan 17:00 arası D variantı. 4-6-cı sualları xətti diaqram əsasında işləyin. Diaqramda bağbanın əkdiyi bitkinin günlər üzrə boy artımı göstərilmişdir. Santimetrlə qeyd olunub. Bitkinin boyu əkildiyi gündən 5-ci günə kimi neçə santimetr artmışdır? Baxırıq ən sona 16 santimetr yazılıb. Amma əkildiyi gündə 0-dan başlamayıb, 8-dən başlayıb. Yəni 8 santimetr var idi, olub 16.
16-dan ona görə 8-i çıxıb tapırıq ki, 8 sm artmışdı. Diaqrama əsasən bitkinin boyu hər gün neçə santimetr uzanır? Baxırıq 8 idi, 10 olub, sonra 12, 14, 16, 2 artır. C variantı. Bitkinin boyunun uzanması bu qanuna uyğunluqla davam edərsə x gündə bitkinin boyu neçə santimetr olar? 10-cu gündə x gündə. Elə bildim. Dəyişəndə olan ifadə şəklində soruşur. 10-cu gündə neçə olarsa burada 5-ci gün olub 16. Sonra olacaq 18, 20, 22, 24, 26. 10-cu gündə 26 olacaq B variantı. Ayan və Xalid bilik yarışında iştirak edib. Onların hər birindən 5 sual soruşulub. Onlar ilk 4 suala doğru cavab verdikdə hər doğru cavaba görə 10 bal, 5-ci suala doğru cavab verdikdə isə 20 bal qazanırlar. Suala yanlış cavab verdikdə isə bal sabit qalır. Bilik yarışının qalibi kim? Neçə xal fərqlə olmuşdu? Birinci, deməli, Ayan narıncı rəngdə verilib, Xalid mavi rəngdə verilibdir. Görürük ki, Xalidin xalı daha çoxdur. Deməli, qalib Xaliddir. Xalid 50 bal yığıb, 40-dan 60-ın arasında da 50 bal yığıb. Ayan isə 20 ilə 40-ın arasında da 30 bal yığıb. 50-dən də 30-u çıxırıq, 20 bal. Xalid 20 bal B variantı. Ayan hansı sualları yanlış cavablandırmışdı? Demişdi ki, yanlış cavablandıranda bal sabit qalır. Görürük ki, birinci sualın ikinci sual arasında dəyişməyib. Deməli, ikinci sualı yanlış cavablandırıb. Bir də burada dəyişməyib. 5-ci sualda. Deməli, ikinci, 5-ci sualları səhv cavablandırıb. Xalid neçə suala doğru cavab vermişdim? Birinciyə, ikinciyə də doğru cavab verib, üçüncüyə də doğru cavab verib. Burada sabit qalıbdı. Deməli, bunu səhv cavablandırıb. Bir də 5-ciyə. Yəni, bir dənəsinə səhv cavab verib, 4-ünə doğru cavab verib. A variantı. Hansı suallara Ayan və Xalid hər ikisi doğru cavab vermişdim? Birinci sual. Sonra ikinci sualı dedik ki, Ayan səhv cavablandırıb, tərpənməyib. Çünki burada görürük ki, üçüncü sualda isə hər ikisində yenə yuxarı qalxıb. Deməli, birinci və üçüncü sualları A variantı. Keçirik növbəti səhifəyə ümumiləşdirici tapşırıqlar var. Variant A ilə başlayırıq. Cədvəldə satılan meyvələrin miqdarı verilmişdir. Hər ulduz 15 kiloqramı ifadə edir. İndi ona görə hamısını tapaq. Banan 5 dənə ulduzdur. 5-ə 15-ə vururuq. 5-ə 15-ə vuranda 75 eləyir. Alma 2, 4, 6, 8 ulduzdur. 8-i 15-ə vururuq. 120 eləyir. Üzümdə 4 dənə ulduz var. 4-ə 15-ə vuranda 60 eləyir. Portağalı 2, 4, 6, 7 ulduz var. 7-ni 15-ə vuranda 105 eləyir. Cədvələ görə satılan banan və üzümün ümumi miqdarı almanın miqdarından neçə kiloqram çoxdur? Banan və üzüm. Banan 75-dir, üzüm 60-dır. 75 ilə 60-ı toplayanda 135. Almanın miqdarından, alma da 120-dir. 135-dən 120-ni çıxanda 15 kiloqram. A variantı. Cədvəldə cəmi neçə kiloqram meyvə verilmişdir? Bunların hamısını toplayaq. Deməli, 75 ilə 120-ni toplayanda 195. 195 ilə 105-i toplayanda 300. Üstünə də 60 gələndə 360. B variantı. Almaların yarısı neçə kiloqram edər? Alma 120-dir. 120-nin yarısı 2-yə bölürük 60. C variantı. Üzümün 1 kiloqramı 1 manat 20 manat olarsa, üzümün satışından nə qədər pul əldə etmək olar? 1,20 manat daha doğrusu olarsa. Üzüm dedi ki 60 kiloqram satılıb və 120 qəpiyə vuraq. 120 qəpiyi 6-ya vuraq. 0-da gətirək yanına. 7200 qəpi, yəni 72 manat. D variantı. Portağalı hər biri 35 kiloqram tutan yeşiklərə yığsalar neçə yeşik lazım olar? Portağal 105 kiloqramdır və deyir 35 kiloqramlıq tutan yeşiklərə yığırlar. Deməli 105-i 35-ə bölürük. Bu da 3 dəfə düşər. A variantı. Cədvəldə tədbirə gələn qonaqların çay seçimləri verilmişdir. Qonaqların hansı hissəsi yaşıl çayı içir? Deməli, yaşıl çay, bəli, yazanlar 5 və 6-dır.
Yəni 11 nəfər yaşıl çay içir. Ümumi neçə nəfər var? Bu 11, burada da 8-dən 9, 17, 11-dən də 17, 28. 28 nəfərdən 11-i yaşıl çayı sevir. Yəni 28-də 11 B variantı. Verilən məlumatlara görə otaqların sahələrinin cəmi rəqəmlərin müxtəlif olan ən kiçik 4 rəqəmi cüt ədəddən nə qədər kiçikdir? Əvvəlcə rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmi cüt ədədi yazaq. 9, 8, 7, 6. 9876. İndi otaqların sahələrinin cəmini tapaq. Birinci otaqda 10 verilib. Yox. Bu endir, bu uzunluqdur. 2-ni 10-a vururuq. Birinci otağın sahəsini tapırıq 20. İkinci otağın eni 3'dür, uzunluğu 4, 3'ü 4'e vuruq 12. Üçüncü otağın deməli eni 5'dir, uzunluğu 6'dır, bu deyilir 30. Digər otağın eni 2'dir, uzunluğu da 2'dir. Yox, eni 7'dir, uzunluğu 2'dir, bu da elir 14. Digər otaq eni 8'dir, uzunluq da 8'dir, bu da elir 64. İndi bunlar toplamalıyıq. Bu elir 11 yadda. İndi onluqları toplayaq. 3, 6, 7, 13. Bir də yadda 14, 140. Neyse burada alınmadı. Verilən məlumatlara görə otaqların sahələrinin cəmi rəqəmləri müxtəlif olan ən kiçik deyirəm axı burada cavablarda kiçik cavablarda mən ən böyük yazmışam. En kiçik deyir 1, 0, 2, bir de 4 cüt deyirdiğine göre bundan çıxacaq 140. Bu deyir 4, 12'den 4, 8, bu da 8, 884 C variantı. Grafikdəki məlumatlardan istifadə edərək 8-10-cu suallara cavab verin. Grafikdə Kamranın bir həftə ərzində kitabda oxuduğu səhifələrin sayı göstərilib. Kamran cümə axşamı neçə səhifə oxuyub? Cümə axşamı buradadır. Baxırıq 16 C variantı. Kamran neçə gün 10 səhifədən çox kitab oxuyub? 10 səhifədən çox bir budur, 3 gün. A variantı. Kamran həftənin hansı günü 14 səhifə kitab oxuyub? 14 baxırıq buradadır. O da cümə günüdür. D variantı. Keçirik 63-ə ümumiləşdirici tapşırıqlar. Variant B. Cədvələ əsasən 1-ci 5-ci sualları cavablandırın. Afrika heyvanat parkında olan heyvanların sayı piktoqramda verilmişdir. 1 ulduz 5 xalı bildirir. Parkda olan meymunların sayı nə qədərdir? Meymunlardakı ulduzları sayaq. 2, 4, 6, 8, 10, 11. Hərəsi də 5-dirsə 11'i 5'ə vururuq. 55. Meymun 55'dir. Yazaq lazım olar yəqin. Parkda cəmi neçə heyvan var? Ulduzların hamısını toplayaq, sonra 5'ə vuraq, daha asan olsun. Deməli zebr 2, 4, 6, 7, 8, 10, 12, 14, 16, 18, 20. Burada 11 idi. 20'nin üstüne 11, 31. Burada da 3, 34. 34 ulduz var cəmi. 5'ə vuraq. Hər biri 5 qaldı. 20, 15, 17, 170. C variantı. Zebra və bizonların birlikdə sayı nə qədərdir? Zebra və bizon. Zebrada 4, 6, 7 ulduz var. Bizonda 10 ulduz var. 7'dən, daha doğrusu 3 ulduz var. Birlikdə 10 eləyir. Onu da 5'ə vuranda 50 eləyir. B variantı. Fil və bizonların birlikdə sayı hansı heyvanın sayına bərabərdir? Fil və bizon. Fil 4'dür, bizon 3'dür, 7. Baxırıq hansı 7'dir buradakilardan? Zebra 7'dir. Deməli zebranın sayına bərabərdir. Bəbirlərin sayı hansı heyvanın sayından 10 ədəd çoxdur? Bəbirlərin sayı deməli 2, 4, 6, 8, 9. Deməli 45. Burada da 35 zebradan. C variantı. Buna əsasən 6-10-cu sualları cavablandırın. 4 ayda Qəbələyə gələn turistlərin sayı dairəvi diaqramda verilmişdir. Ən çox turist hansı ayda gəlmişdir? Baxırıq ən çox iyundur 900. Ona görə D variantı. Hansı aylarda Qəbələyə eyni sayda turist gəlmişdir? Baxırıq mayda da apreldə də 630'dur. Maydan aprel seçirik. B variantı. Qəbələyə 4 ayda cəmi nə qədər turist gəlmişdir? Toplamalıyıq. 630'dan 630. Bu eləyir 1260. 1260'ın üstüne 900 gelse 2260 yazım sonra səhv olmasın. 900 gələndə
450-ni də gələk bir dəfəlik hesablayaq. Deməli 11 bir yadda 11, 15 bir yadda 16, 2610 A variantı. Mart və may aylarında gələn turist sayı digər 2 aydakı turist sayından nə qədər azdır? Mart və may. Martla may 630 ilə 450. Bir dəqiqə. Bunları ikisini birlikdə toplayaq. Bu eləyir 1080. Digər 2 aydan, yəni 900-dan 630-u da toplayaq. Nə qədər azdır? Çıxaraq tapacaq. 13-dən 8, 5. Bu da 4, 450. D variantı. Dairəvi diaqrama əsasən 4-cü ayda gələn turist sayı 1-ci ayda gələn turist sayından nə qədər fərqlənir? 1-ci ay martdır. Burada 450-dir. 4-cü ayda iyundur. 900-dən də 450 çıxanda 450. A variantı. Bəli, suallarımız bitdi. Artıq növbəti videoda 4-cü sinif üzrə ümumiləşdirici tapşırıqlar həll edib bu kitabı da bitirəcəyik. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.